Salam şagirdlər, bu videoda Güvən 8-dən bərabərsizliklər mövzusunun B variantının bütün testlərin izahına baxacağıq. Videoların davamı üçün kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Baxın uşaqlar, B variantında birinci sualdan bizə verib A deyir 5 ilə 8 arasında, B isə 2 ilə 3 arasındadır. Bizdən açıq B fərqini soruşur. Uşaqlar, biz bir bərabərsizlikdən eyni işarəli, bax bir bərabərsizlikdən eyni işarəli bərabərsizliyə çıxmaq üçün birinci bərabərsizliyi ikinci bərabərsizliyin əksi ilə toplayırdıq. Amma o bizə bəzi uşaqlarda belə çaşqınlıq yaratdığı üçün birbaşa at-bat çıxmanı toplamada necə edirdiksə, eyni işarəli bərabərsizləri tərəf-tərəfə toplayanda nə edirdik? Deyirdik ki, tək ki, bunun altına elə birbaşa B-ni yazın. B olacaq nə? 3 ilə 2 arasında, düzdürmü? Toplayanda nə edirdik? Düz toplayırdıq, düzdür? 8-in üstə 3 gəlirdi, 5-in üstünə 2 gəlirdi. Amma çıxmada uşaqlar fərqli idi. Bölmədəki kimi. Çıxmada isə deyirdik A çıx B, çarpaz çıxırdıq. 5-dən 3-ün çıxırdı, qalırdı 2, 8-dən 2-sini çıxırdı, qalırdı 6. Deməli, A çıx B 2 ilə 6 arasındadır. Yəni, cavabımız olacaq 2, 6. Yəni, D variantı. İkinci sualda isə bizə deyir ki, A yenə qeyd bərabər 6, bir də 12. A 6, 12 arasındadır. B isə birbaşa altından yazıram. 3 ilə 2 arasındadır. Bizə deyir ki, A böl B nisbətini tap. Uşaqlar, bölmədə də eyni ilə çıxma kimi idi. Eyni ilə çıxma. Çarpaz bölürdük də, düzdürmü? Deyirdik A böl B kiçik bərabərdir. Nədən? 6-nı bölürdük 3-ə, yazırdıq 2. 12-ni böldük 2-ə, yazırdıq 6. Deməli, A böl B 2 ilə 6 arasındadır. Cavabımız olar 2, 6. Yəni, B variantı. Üçüncüdə isə oturacaqları A və B trapesiya deyir. Olsun oturacaqlarımız bu, olsun A, bu olsun B. Orta xətti isə C olan trapesiyada deyir ki, A 10 ilə 13 arasında, C isə 7 ilə 9 arasındadır. Olarsa B-ni qiymətləndirir. Necə qiymətləndirək? Uşaqlar, biz trapesiyanın orta xəttinin xassəsindən bilirik ki, orta xətt oturacaqların cəminin yarısıdır. Bunu bilirik. Düzdür? Gəlin buradan 2C bərabərdir A plus B kimi yazaq. Düzdür? 2C. Gəlin C-ni bilirik. 2C-ni tapaq. 2C-miz nə olacaq? 2-ni 7-yə vuranda 14 ilə 18 arasında. Mən deməli C-dən A-nı çıxsam, burada daha doğrusu 2C-dən A-nı çıxsam, B-ni almış olaram da, düzdürmü? İndi onda B-ni almaq üçün mən 2C-dən, yəni bundan çıxım A-nı. A-mız nə idi? A yerləşirdi 13 ilə 10 arasında. Çıxsam, bu mənə nəyi verər? 14-dən 13 çıxan. Deməli yazıram 2C çıx A böyükdür və kiçikdir. Böyükdür nədən? 14 çıxaq 13 edir 1, 18 çıxaq 10 edir 8. Deməli, 2C çıxağa nəyə bərabər edir? B-yə. Onda aldım B 1 ilə 8 arasında yerləşirmiş. Cavabımız olar C variantı. Dördüncü sualda isə 3 çıx pi vuraq 2x plus 5 kiçik bərabərdir pi çıx 3-dən. Bərabərsizliyini həll edin. Uşaqlar, pi-nin biz 3,14 olduğunu təqrib bilirik. Bunu yadınızda saxlayın. İndi 3-dən 3,14 çıxan nə edər? Mənfi edər. Deməli, bu mənfidir. Vuraq 2x plus 5 kiçik bərabərdir. Bu nədir? Müsbətdir də, düzdürmü? Pi çıxaq 3 belə düşünün də. Onda belə çıxır ki, mən bunu yəni pi çıxaq 3-ü, buradakı 3 çıxaq pi-yə, özünü yazıram yerinə, 3 çıxaq pi-yə bölsəm, nə alacam? Mənfi alacam. Deməli, bizim dəyişənimizin əmsalı mənfi deyə işarə dəyişəcək, düzdürmü? Onda alacam 2x plus 5,
Bu işarə dəyişəcək. Yazıq böyük bərabərdir. Bunu buna böldürürlər -1. Onda 2x böyük bərabərdir. Nədən? -1 çıxar 5 -6-dan x böyük bərabərdir. -6/2. -3. -3-dən böyük bərabər. Cavabımız olar. Baxaq görək harda var. A variantı. Sonra 5-ci sualda isə A-nın hansı qiymətində modulda x çıxaq 1 kiçik bərabərdir A plus 1 bərabərsinin yeganə həlli var. A-nın hansı qiymətində? Uşaqlar, modul yeganə həll olmasın, gərək bu 0 ola. Modul bir dəqiqə deyir ki, A-nın hansı qiymətində bu bərabərsinin yeganə həlli var. Bu ifadəni, yəni A plus 1 ifadəsinin, bu ifadəni mən 0-a bərabər göstərsəm, modul 0-a yalnız 0 qiymətində bərabərdir. Düzdürmü? Onda x-in 1 qiymətində, yəni x-in bir dənə qiymətdir. Onda yeganə həll sayılır da. Onda mən A plus 1-i 0-a bərabər götürsəm, A plus 1-i 0-a bərabər götürsəm, onda A olar nə? -1. -1. İndi modulda x çıxar 1 bərabərdir. Daha doğrusu kiçik bərabər 0 halının kiçik yox, bərabər halı var da. Onda x çıxar 1 bərabər 0, x bərabərdir 1 qiymətində. Düzdür? Neçə kök oldu? Yeganə kök. Bir dənə kök oldu. Hansı qiymətində A-nın? -1 qiymətində. Cavabımız olar B bəndi. Daha sonra 6-cı sualda isə yenə deyir A-nın hansı qiymətində modulda x üstə 1 kiçik bərabərdir A-dan. Deyir, bərabərsinin həlli yoxdur. Həlli olmaması üçün A mənfi olmalıdır. Düzdür? A-nı mən 0-dan, yox, kiçik bərabər yox. 0-dan kiçik götürsəm, modulda x üstə 1 kiçik bərabərdir. Tutaq ki, mənfi hər hansı bir ədəd ola bilərmi? Xeyr. Çünki modulun qiyməti ən kiçiyi 0-dır. 0-dan kiçik olmaz. Cavabımız olar A-nın 0-dan kiçik halı. Yəni C variantı. 7-ci suala baxaq. Şəkilə əsasən BD-ni qiymətləndirin. Baxaq. Deməli, belə bir fiqur verib. A, B, C, D, bir də BD diaqram verib. Bura 4-dür, deyir, burada 4-dür, bura 5-dir, bura isə 7-dir. Deyir, BD-ni qiymətləndirin. Gəlin uşaqlar, bura elə BD olaraq qalsın. Gəlin üçbucaq bərabərsindən istifadə edək. BD nəyə bərabər olacaq? Gəlin bir tərəfin, sonra digər tərəfini tapalım da. Deməli, BCD üçbucağına görə uşaqlar BD 0-dan böyük, yəni üçbucağın üçüncü tərəfin necə tapırıq? İki tərəf veriləndə deyirdik ki, iki tərəfin cəmindən kiçik, fərqinin modundan isə böyük də üçüncü tərəf. 8-dən kiçik. Bunu bilirik. Və bu üçbucağa görə tapsaq, yəni ABD üçbucağına görə tapsaq, onda BD 5 ilə 7-nin cəmindən kiçik, yəni 12-dən kiçik, fərqinin modundan böyükdür. 7-dən 5 çıxanda 2-dən də böyükdür. İndi diqqət edək, bizə BD-ni qiymətləndirin deyir. Deyir ki, BCD üçbucağına görə tapdım ki, BD 0 ilə 8 arasında, ABD üçbucağına görə tapdım 2 ilə 12 arasındadır. Onda indi bunların nəyin kəsişməsini götürəcək, düzdürmü? İndi baxın uşaqlar, belə bir part
Şua çəkin, parça çəkin, belə deyək. BD bura olsun 0, burası 2-də. BD 8, 12. 0 ilə 8 arasındadır bir üçbucağa görə. Digər üçbucağa görə 2 ilə 12 arasındadır. Bunların kəsişməsi nədir? Təbii ki 2 ilə 8-də. Onda belə çıxır ki, mən BD-ni 2 ilə 8 arasında götürə bilərəm. Cavabımız olar A variantı. Daha sonra 8-ci sualda isə bərabərsizliyin həllidir. Baxaq uşaqlar. X kvadratı üstəgəl 4x üstəgəl 4 böyükdür. X kvadratı üstəgəl 9x üstəgələ 20. Keçirsən bu bir tərəfə x kvadratı üstəgəl 4x üstəgəl 4 çıxaq x kvadratı üstəgəl daha doğrusu çıxaq 9x çıxaq 20 böyükdür 0-dan. Daha sonra x kvadratları əks işarəlidir. Mənfi 5x çıxaq 16 böyükdür 0-dan. Keçirsəm o biri tərəfə 16-nı mənfi 5x böyükdür 16-dan. X kiçikdir. Çünki x məchulun qarşısı mənfidir. Ona görə işarə dəyişdi. 3,2-dən. Mənfi 3,2-dən. Uşaqlar üzrlü sayın bir yerdə səhv etmişəm. Bu x çıxaq 4 imiş. Mən plus kimi götürmüşəm. Eybi yox. Bunu silim. Elə gözünüzün qabağında tezdən yazaq. Bunu yazaq x çıxaq 4. Göründüyünüzmü köçürdüyündə? Aha. Yenidən yazaq x kvadratı üstəgəl 4x üstəgəl 4 böyükdür. X kvadratı üstəgəl x üstəgəl daha doğrusu çıx 20 olacaq. Düzdürmü? Aha, düzdür. İndi x kvadratı üstəgəl 4x üstəgəl 4 çıxaq. Bunları keçirdirəm bu üzə. X kvadratı çıxaq x üstəgəl 20 böyükdür 0-dan. Daha sonra x kvadratda əks işarəli islah olunur. 4x-dən x çıxanda qalır 3x üstəgəl 24 böyükdür 0-dan. Onda 3x böyükdür mənfi 24, x böyükdür mənfi 8-dən. Cavabımız olar A variantı. 9-cu sualda isə x-in hansı qiymətində 1 çıx kökdə 5 böl 2 vur 3x çıxaq 6 ifadəsinin mənası yoxdur. Uşaqlar, kök altının nə vaxt mənası yoxdur? Kök altı 0-dan kiçik olarsa, bax bu kök altı 0-dan kiçik olarsa mənası yoxdur. İndi düşünək ki, 1 çıxaq kökdə 5 böl 2 vuraq 3x çıxaq 6-nı bu ifadəni biz 0-dan kiçik götürsək, onda nə olar? İfadənin mənası olmaz. Biz bilirik ki, bu ifadə nədir? Kök altı 5 2-dən böyükdür. 2-dən böyüyü 2-yə böləndə 1-dən böyük alınır. 1-dən çıxsaq 1-dən böyüyü bu olur mənfi. Bu mənfidirsə, mənfini mən nəyə vurmalıyam ki, mənfi etsin, müsbətə vurmalıyam da. Onda 3x çıxaq 6-nı mən 0-dan böyük götürsəm, onda 3x böyükdür 6, onda x böyükdür 2. X-in 2-dən böyük qiymətlərində bu ifadənin mənası yoxdur. Cavabımız olar A variantı. 10-cu sualda isə bir saniyə böyükdək. Aha, verib x-in kubu çıxaq x-in kvadratı üstəgəl x çıxaq 1 böyükdür. Bərabərsizliyin sol tərəfini vurğulara ayırın və həll edin. Gəlin uşaqlar bunun ikisini bir-bir qruplaşdıraq. X-in kvadratını mötərizə xaricinə çıxarsam, qalar x çıxaq 1. Üstə gələk. Bu da x çıxaq 1-ə dəymirəm, böyükdür 0 yazırım. Daha sonra x çıxaq 1-i mən ortaq çıxardıram. Qalır nə? X-in kvadratı üstəgəl 1 böyükdür 0. Uşaqlar, bu ifadə nə vaxt 0-dan böyük olar? Bunun həmişə müsbət olduğunu bilirik. Düzdür? Çünki kvadratın ən kiçik qiyməti 0-dır. Üzərinə 1 gəldikdə yenə müsbət edir. Bu isə bu şərti ödəmək üçün, yəni müsbət olması üçün gərək x çıxaq 1-ə mən müsbət deyəm. Onda x daha doğrusu 1-dən böyük olmalıdır.
Cavabımız olar x-in birdən böyük hallarında. Yəni C variantı. Bu qədər uşaqlar. B variantı 10 sual idi. Kanala abunə olmağı, bəyənməyi və rəy yazmağı unutmayın. Növbəti videoda görüşərik. Sağ olun.